51-ci sualdan davam edək. Aşağıdakı hansı kvadratik funksiyadır deyir. Kvadratik funksiya olması üçün mütləq x-in kvadratı olmalıdır və kök altı verilməməlidir. Bir dəqiqə. Kök altı verilməməlidir. Modulda olmaz. Məxrəcdə x dəyişən olmaz. Burada da kvadratı yoxdur. Geriyə qalır C variantı. 52-ci sualda deyir ki, OY oxunu hansı nöqtədə kəsir? OY oxunu kəsir deyirsə, deməli bunun x-i 0 olmalıdır. Yəni x-in yerinə 0 verib işləyəcəyik. X 0 olarsa uşaqlar y bərabər olacaq. 0-ın kvadratı çıxılsın 5 vur 0 üstə gəl 6. Yəni y bərabər olacaq 6-ya. X-i 0, y-i 6. 53-cü sual k-nın hansı qiymətində funksiyası 2,18 nöqtəsindən keçir? O deməkdir ki, x-in yerinə 2 qoya bilərsən. Cavab 18 eləyəcək. 18 bərabərdir 2-nin kvadratı üstə gəl 2 vur k üstə gəl 6-ya. 18 bərabərdir 2-nin kvadratı 4 eləyir. Üzərinə də 6 gəldikdə 10 eləyəcək. 10 üstə gəlsin 2k-ya. Onu digər tərəfə keçirəndə 8 bərabərdir 2k-ya. K da bərabərdir 4-ə. Deməli, k-nın 4 qiymətində. 54-cü sualda funksiyanın sıfırlarını istəyir. Yəni, ifadəni sıfıra bərabərləyib işləyirik. Bu da eləyəcək uşaqlar. Weyt teoremindən baxsaq, hansı iki ədədin cəmi 8, hasili 7 eləyər. Təbii ki, 7 ilə 1-in cəmi 8 eləyir, hasili də 7 eləyir. 55-ci sualda da yenə funksiyanın sıfırını istəyirsə 2x kvadratı çıx 7x üstə gəlsin 5 bərabərdir 0 deyirik. Buradan diskriminantdan tapsaq diskriminant bərabərdir 49 çıxılsın 2 vurulsun 4 vurulsun 5 40 bərabərdir 9-a. X1 bərabərdir deməli 7 çıxılsın 3 bölünsün 2 4 bir dəfə də 7 üstə gəlsin 3 bölünsün 4. 7-nin üstünə 3 gəndə 10 eləyir. 10-u 4-ə böldükdə qalacaq 2,5. 7-dən 3 çıxanda 4 eləyir. 4-ü 4-ə böldükdə 1. Cavab eləyəcək A variantı. 76-cı sual k-nın hansı qiymətində parabola üzərində absiz ordinatına bərabər yeganə nöqtə var. Deməli, absiz ordinata bərabər olmalıdır. X-in yerinə y qoyacaq. X ya da y-ın yerinə x. X bərabərdir. X kvadrat çıxılsın 5x üstə gəl k-ya. Hamısını bir tərəfə keçirəndə x kvadrat çıxılsın 4k üstə gəlsin k bərabərdir 0-a 4x üzr istəyirəm. Daha doğrusu yox 6x. Bir dəqiqə bu tərəfdən yazaq. Deməli x bərabərdir x kvadrat çıxılsın 5x üstə gəlsin k. Buradan da x-i bu tərəfə keçirəndə olacaq x kvadrat çıxılsın 6x üstə gəlsin k bərabərdir 0-a. Deyir k-nın hansı qiymətində və bizdən yeganə nöqtə istəyir. Yeganə nöqtə istəyirsə diskriminantı 0-a bərabərləyəcək. Diskriminant bərabərdir 6-ın kvadratı 36 çıxılsın 4k bərabərdir 0-a. Buradan da 4k bərabərdir 36-ya. K da bərabərdir 9-a. Deməli, k-nın 9 qiymətində. 57-ci sualda bizə deyir ki, sabit funksiya olarsa, sabit funksiya o deməkdir ki, x-in qabağındakı 0-dır. Yəni, a üstə gəlsin 6 bərabərdir 0-a, a da bərabərdir -6-ya. Çünki x-in qabağındakı 0 olarsa, x sıfırlaşacaq və funksiya sabitləşəcək. Yəni, y bərabər olacaq -3-ə. 58-ci sualda bizə deyir ki, funksiyanın qrafiki aşağıdakılardan hansı olacaq? Paraboladır və sərbəst həddi 2-dir. O deməkdir ki, y-ı 2 nöqtəsində kəsir. Variantlardan sadəcə uşaqlar B-də və C-də y-ı 2 nöqtəsindən kəsir. Amma B-də üzü aşağıdır, C-də üzü yuxarıdır. Bəs hansı olacaq uşaqlar? Təbii ki, ağzının belə deyək, aşağı olması bizə A-nın mənfi olduğunu, üzünün yuxarı olması A-nın müsbət olduğunu göstərir. Verilən funksiyamızda da A müsbət olduğu üçün cavab olacaq C variantı. 59-cu suala keçirik. Şəkildə təsvir edilmiş parabola hansı funksiyanın qrafikidir deyir. Birincisi təpə nöqtələrinə baxırıq. Təpə nöqtəsi nədir uşaqlar? Daha doğrusu yox. Sərbəst həddi 4-dür və təpə nöqtəsi -2 0-dır. Baxırıq ki, variantlardan üzü də yuxarıdır. Üzü yuxarıdırsa, deməli A 0-dan böyükdür. Bu avtomatik B variantı və D variantını çıxırıq. Çünki orada kvadratların qabaqları mənfiləşəcək və üz aşağı olacaq. Geriyə qalanlardan da uşaqlar bizə lazımdır ki, x0-ı -2 olsun. Yəni, x0-ı -2 olmağı üçün o deməkdir ki, x üstə gəlsin x0, daha doğrusu x0 üstə gəlsin x, yox, belə yazmayaq, belə deyək. -2-ni yerinə qoyduqda ifadə 0 olan hansıdırsa onu götürəcək. Baxırıq, A variantında -2-ni qoyduqda eləyəcək -4-ün kvadratı. Bu da bizə verəcək 4-ün kvadratı 16-nın. C variantına baxırıq, -2-ni qoyduqda ifadə sıfırlaşır. Y variantında da yenə
Mənfi 2-ni qoyduqda 4 eləyir, 4-dən də 2 çıxanda 2 qalır. Bir dənə cavab olur C variantı. Çünki bunun təpə nöqtəsi mənfi 2 ilə 0-dır. X oxun üzərində deyə Y-ı 0-dır. Qrafik edir aşağıdakılardan hansı ola bilər? Sərbəst ədəd uşaqlar 4-də ağzada yuxarıdır. Niyə? Çünki kvadratın qabağı müsbətdir. A 0-dan böyükdür. C-si 4-dür. Yəni Y-ı 4-ü oxun da kəsir deməkdir. A yuxarıdan, deməli B avtomatik çıxır çünki burada A aşağıdır. Sonra başqa baxırıq variantlardan hansı? C variantı çıxır çünki niyə? Y-ı 0 nöqtəsində kəsir, amma bizi Y-ı 4 nöqtəsində kəsən lazımdır. A variantı çıxır çünki Y-ı mənfidə kəsibdir. Bu da olmaz. Baxırıq, deməli, ya D variantıdır, ya Y variantıdır. Bunu işləmək üçün uşaqlar nə edəcəm? X kvadrat çıxılsın, 5x üstə gəlinsin. Neçə yazaram bunu? Diskriminantdan x sıfırını taparam. X sıfır bərabərdir. Mənfi B bölünsün 2A düsturu ilə. Mənfi B-nin yerinə mənfi 5 qoyacam. Eləyəcək müsbət 5. Bölü 2A-ya. Eləyəcək 2,5. Deməli, x 0 2,5 o deməkdir ki, x oxunu müsbət istiqamətdə kəsir. D variantında x oxunu mənfi istiqamətdə kəsir. Ona görə bu variantda gedir, geriyə qalır Y variantı. 61-ci sualda parabolun təpə nöqtəsinin koordinatlarını bizdən istəyir uşaqlar. Deməli, düstur nədir? Mənfi B bölünsün 2A ilə x0-ı tapacam. Deməli, gətirib yerinə qoyduqda uşaqlar nə olacaq? Mənfi B-miz 0-dır. Bölü 2A-ya A-mız da 1-dir. Cavab elədi 0. Deməli, x0 0-dır. Avtomatik bizim variantımız ya C-dir, ya D-dir. Bəs Y0 necədir? Bunu da tapmaq üçün gətirib aldığımız x0-ı yerinə qoyub işləyirik. Y bərabər 0 kvadrat üstə gəlir 2. Buradan da Y da bərabər olur 2-yə. X0 0, Y0 da uşaqlar 2 olacaq. Cavab eləyəcək D variantı. 82-ci sualda təpə nöqtələrin koordinatlarını bizdən istəyir. Deməli, uşaqlar təpə nöqtəsinin koordinatlarını tapın deyirsə, nə edəcək? Sərbəst ədədi mənfi 10-dur. X0 da mənfi 5-dir. Bunun əksi müsbətə götürüləcək. Deməli, cavab olacaq 5 mənfi 10 D variantı. B variantı da bunun eynisidir. Yəni B, D variantları eyni variantlardır. Keçirik 63-cü suala. Parabolun təpə nöqtəsinin koordinatlarını bizdən istəyir. Yenə uşaqlar sərbəst ədədi 3-dür. Daha doğrusu 3 verilibdir. Burada mənfi 1-dirsə bunun müsbəti götürüləcək. Deməli 1, 3 B variantı. 64-cü sualda parabolun təpə nöqtəsi OX oxunun üzərində olarsa. OX oxunun üzərində olar sözü o deməkdir ki, bizdən K-nın hansı qiymətində deyir də. OX oxunun üzərində o deməkdir ki, uşaqlar bunun Y0 0-dır. Yəni Y0 0-dır o deməkdir ki, bu ifadəni 0 bərabərdir. X 0-ın kvadratı üstə gəlsin. K vurulsun x 0 üstə gəl 9 kimi yazmaq olar. Buradan da bunu işləsək 0-a bərabərdir. X oxunun üzərindədirsə bunun diskriminantı da 0-a bərabərdir deməkdir. Çünki baxın uşaqlar x oxunun üzərində məsələn hər hansı bir yerdədirsə bu x oxunu bir nöqtədə kəsirsə x oxun bir nöqtədə kəsdiyi üçün bunun qiyməti nə olacaq uşaqlar? Diskriminantı 0-a bərabər olacaq. Yəni K kvadrat çıxılsın 4 vurulsun 9 bərabər olacaq 0-a. K da bərabər olacaq müsbət mənfi 6-ya. Çünki buradan K kvadratı 36-ya bərabər olacaq. K da müsbət mənfi 6-ya bərabər olmuş olacaq. 64-cü cavabı C variantı. 65-ci sualda simmetriya oxunun absis oxu ilə kəsişmə nöqtəsi absisini tapın deyir. Parabolanın simmetriya oxu. Uşaqlar simmetriya oxu elə x0-dır. Yəni x0-ı tapaq. x0 bərabər idi mənfi B bölünsün 2A. Burada mənfi 8 mənfiyə vurulduqda müsbət 8 bölünsün 2 eləyir 4. x0 4-dür. Dedik ki, simmetriya oxunun absis oxu ilə kəsişmə nöqtəsinin absisini tapın deyir. Bunu gəlin Y0-ını tapaq. Y0 nəyə bərabərdir uşaqlar? X kvadrat çıxılsın 8x-də 4-ü yerinə qoyacam. 4-ün kvadrat çıxılsın 8 vurulsun 4. Bu da eləyəcək 16 çıxılsın 8-i də 4-ə vurduqda neçə eləyəcək? 32. Bərabərdir mənfi 16. Deməli bunun x0-ı 4-dür, y0-ı da mənfi 16-dır və ağzı yuxarıdır. Təxmini köklərini də tapsaq, x kvadrat çıxılsın 8, x bərabər 0-a, bir kökü də 8-dir, bir kökü də 0-dır. Deməli bu belə keçəcək təxminən.
Bura 8, bura 0. Aha. İndi bizə deyir ki, simmetri oxunun absis oxu ilə kəsişmə nöqtəsinin absisini tapın. Simmetriya oxunun, baxın simmetri oxu budur. Simmetri oxunun deyir, absis oxu ilə, absis oxu x oxudur. X oxu ilə kəsişdiyi yeri tapın deyir. Təbii ki, simmetri oxunun qiyməti nədirsə olacaq, cavab 4. Keçirik neçəyə? 66-cı suala. Parabolanın təpə nöqtələri arasındakı məsafəni bizdən hesablayın deyir. Məsafəni hesablayan zaman uşaqlar bunu şəklini çəkib də sizə göstərə bilərik. Baxın, şəklini çəksək uşaqlar. Burada nədir? Y-ı 2 nöqtəsindən kəsir, üzü yuxarı bir parabola. İkinci bəs nədir? Y-ı 5 nöqtəsindən keçən, üzü yuxarı. Bunların arasında məsafə neçə olacaq uşaqlar? 5 çıxılsın 2 olacaq, yəni 3 olacaq. 67-ci sualda parabolanın təpə nöqtələri arasındakı məsafəni yenə bizdən istəyir. Bu zaman yenə eyni qayda ilə gedərik, amma burada biz yazaq ki, x kvadrat çıxılsın 6x üstə gəlsin 9 üstə gəlsin 15-dən 9 çıxanda 6. Burada bizə ilk üçü nəyə verəcək? X kvadrat çıxılsın 3-ün, x çıxılsın 3-ün mötərizə kvadratı üstə gəlsin 6-nı. İndi verilənlərin şəklini çəksək. Gəlin 67-ni silin və onun yerindən yazın. Şəklini çəkim yəni. Deməli uşaqlar 67-də çəkirik. Birincinin parabolası olsun, hardan x-i 2 nöqtəsindən, y-ı 2 nöqtəsindən keçən üzü yuxarı parabola. Bəs ikinci necə olacaq uşaqlar? X-i 3-dən keçir, 3, y-ı da 6-dan keçir. Məsəl üçün 6 da buralarda bir yerdədir. Üzü yuxarı parabola. Bizə bu iki nöqtə arasındakı məsafəni istəyir uşaqlar. Burada düzbucaqlı üçbucaq quraram. Bura 3-dür. Daha sonra bu hissəyə baxıram. Bu təpə 6-dır, burada 2-dir, burada 4-dür. Bizdən bu məsafəni istəyirsə, məsafəni tapan zaman nə edəcək? 5 yazacağıq. Pifaqor teoremindən. Və yaxud uşaqlar ikincisi, bunun x0-ı nədir? 3-dür. Y0-ı nədir? 6-dır. Bəs bunun x0-ı nədir? x0-ı 0-dır, y0-ı da 2-dir. İki nöqtə arasında məsafəni tapan zaman uyğun x-ları bir-birindən çıxırıq, kvadratı yüksəldirik. Uyğun y-ları bir-birindən çıxırıq, kvadratı yüksəldirik. Cavab eləcək ki, kətdə 25, yəni 5. 68-ci sualda parabolanın təpə nöqtəsinin absisi ordinatına bərabər olur. Absis ordinata bərabərdir. O demək ki, x bərabərdir y-a. Yəni x-in yerinə y qoy işdə. X bərabərdir. X kvadrat çıxılsın 6x üstə gəlsin k. Buradan da eləcək x kvadrat çıxılsın 7x üstə gəlsin k bərabərdir 0-a. Parabolanın təpə nöqtəsinin absisi ordinatına bərabər olur deyir. Absis ordinata nə zaman bərabər olur uşaqlar? Deməli, x-a da verdiyin qiymət, y-a da verdiyin qiymətdən eyniləşəndə dedik və işlədik bu şəkildə gəldik. İndi davamında nə edəcəyik? Deməli, uşaqlar, biz təpə nöqtəsinin x0-ını tapa bilərik. Elə deyil. x0 nəyə bərabərdir? Mənfi b bölünsün 2a-ya. Gətirib yerinə qoyuram uşaqlar. X0 bərabərdir. Mənfi b, yəni 6 bölünsün 2a. Bu da eləyəcək uşaqlar. 6-nı 2 bölündü 3. Demək, x0 3 tapdımsa, gətirib burada ifadədə yerinə qoya bilərəm. Yəni, buradakı ifadədə yerinə qoyduqda uşaqlar, x-in yerinə neçə tapdım? 3 tapdım. Yerinə qoysam 3-ün kvadratı 9 çıxılsın, 7 vurulsun, 3 üstə gəlsin k bərabərdir 0-a. Bu da eləyəcək 9 çıxılsın, 21 üstə gəlsin k bərabərdir 0-a. K da bərabərdir, buradan eləyəcək 12. Cavablarda 12 yoxdur, demək ki, ola bilsin sualda nəsə səhvlik var. Keçək 69-cu suala. B kvadrat bərabərdir 16a olarsa deyir, parabolanın təpə nöqtəsinin ordinatını tapın. Öncəliklə uşaqlar, gəlin bu hissəni təmizləyək. Deməli, parabolanın təpə nöqtəsinin bizdən 69-cu sualda ordinatını istəyir. Öncəliklə yerinə qoyaq, biz x0-ı tapaq. Deməli, b kvadratı deyir bərabərdir 16a-ya. B də bərabər olacaq 4a kökdə a-ya. Gətirib burada yerinə qoyuram b-nin yerinə 4 kökdə a. x0 necə tapılırdı? Mənfi b bölünsün 2a-ya. B-nin yerinə nə qoyacağım uşaqlar? Mənfi 4 kökdə a bölünsün 2. A-mızın da yerinə nə veriblər? Elə a veriblər. Buradan bununla bu ixtisar gedəcək, bununla da bu ixtisar gedəcək. Qalacaq 2 bölünsün, mənfi 2 bölünsün kökdə a. x0-ı tapdım.
Bizdən y0 istəyirsə, gətirib aldığım cavabı yerinə qoyub y0-ı taparam. Deməli, a vurulsun x kvadratı, bu da eləyəcək mənfi 2 kökdən böl kökdanın kvadratı eləyəcək a 4 böl a. Üstə gəlsin b vurulsun. B-nin yerinə yazıram uşaqlar 4 kökdə a. X-in də yerinə x0-ın da yerinə yazıram mənfi 2 böl kökdə a. Üstə gəlsin 16. Burada a'lar gedir. Kökdə a'lar gedir. Geridə nə qalır uşaqlar? 4 çıxılsın. 4-ü vuran mənfi 2. 8 üstə gəlsin 16. Bu da eləyəcək 20 çıx 8, yəni 12 B variantı. 70-ci sualda parabolun simmetri oxunu tapın deyir. Simmetri oxu uşaqlar nə olacaq? Təbii ki, mötərizənin içərisində verilmişin əksi olacaq, yəni D variantı. 71-ci sualda simmetri oxu x oxunu hansı nöqtədə kəsir deyir. Simmetri oxu, yəni mənfi B bölünsün 2A-nı istəyir bizdən. Yerinə qoyacağım, bu da uşaqlar eləyəcək. Mənfi 12, yəni müsbət 12 bölünsün 2, o eləyəcək 6. Deməli, bizim simmetri oxumuz hardandır? Parabolamızın qiyməti, məsələn, belə bir şeydirsə, simmetri oxu gəlib 6-dan kəsəcək. 6, 0 nöqtəsində. 72-ci sualda qiymətlər çoxluğunu tapın deyir. Qiymətlər çoxluğu uşaqlar, əgər a 0-dan böyükdürsə, y0 müsbət sonsuzluqdur deyirik və buradan da y0-ı taparıq. Y0 nədir? Bunu baxın müxtəsər vurma düsturu kimi də yaza bilərsiniz və yaxud elə direkt 4ac minus b kvadratı böl 4a düsturundan da tapa bilərsiniz. Deməli 4 vurulsun, a-nın yerinə qoyuram mənfi 1, c-nin yerinə qoyuram 2, çıxıram b-nin kvadratını, yəni 4-ün kvadratını, bölürəm 4-ə və a-ya mənfi 1-ə. Bərabər olacaq, mənfi 8 çıxılsın, 16 bölünsün mənfi 4. Bu da eləyəcək 24 bölünsün 4, yəni 6. Y0 tapdıq 6. Deməli, cavabımız nədir? 6 müsbət sonsuzluq olacaq D variantı. 73-cü sualda qiymətlər çoxluğu. Yenə qiymətlər çoxluğu nədir uşaqlar? A 0-dan böyükdürsə, y0 müsbət sonsuzluqdur. Baxın, burada işləməyə ehtiyac yoxdur. A 0-dan böyük olduğu üçün bizim y0-ımız nə veribdir bizə? 2. Deməli, cavab olacaq 2 müsbət sonsuzluq. D variantı. 74-cü sualda yenə qiymətlər çoxluğunu istəyirsə, baxın uşaqlar, özünüzdə müxtəsər vurma düsturuna da gətirə bilərsiniz. X kvadrat üstə gəlsin 6, x üstə gəl 9 çıx 1. 8-i belə yazıram. İlk 3-ü mənə nəyi verəcək? X plus 3-ün mötərizə kvadratını, geridə çıxılsın 1 qalır. Və bu kənarda qalan bizim y0-ımızdır. Deməli, y0 nədir? A 0-dan böyükdür. O zaman y0 müsbət sonsuzluğu olurdu bizim qiymətlər çoxluğumuz. Deməli, olacaq mənfi 1 müsbət sonsuzluq. Yenə burada da A 0-dan böyükdür uşaqlar. Y0 müsbət sonsuzluğu olacaq qiymətlər çoxluğumuz. Və verilənlərdə y0 nədir? 4a c çıxılsın b kvadratı bölünsün 4a. Bu da eləyəcək uşaqlar 8-də 48 çıxılsın 16. 48-dən də 16 çıxanda 32 eləyir. 32-ni də 8-ə böldükdə 4. Deməli, 4 müsbət sonsuzluq C variantı. 76-cı suala keçirik. Funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd istəyir. Yenə qiymətlər çoxluğunu necə yazarım? Baxın, 2x kvadrat çıxılsın 2x üstə gəlsin 2, üstə gəlsin 2. İlk üçünü mənə nəyi verəcək? X plus 2, 1-in mötərizə kvadratını üzr istəyirəm. Burada 1 üstə gəl 3 kimi parçalayacaq. X üstə gəlsin 1-in mötərizə kvadratı üstə gəlsin 3. Bizim y0-ımız nədir uşaqlar? 3 müsbət sonsuzluq. Deməli, 3 də daxildir. Bizdən 3 müsbət sonsuzluqdursa qiymətlər çoxluğumuz. Ən kiçik daxil olan ədəd nə olacaq? Təbii ki, 3-ün özü olacaq. 77-ci sualda yenə bizdən qiymətlər çoxluğuna daxil olan ən kiçik ədəd istəyir. Bunu da yenə müxtəsər vurma düsturu kimi yazın. X kvadrat çıx 8x üstə gəlsin 16 üstə gəlsin 4. İlk üçü mənə verəcək. X üstə gəlsin 4-ün mötərizə kvadratını, daha doğrusu x çıxılsın 4-ün mötərizə kvadratını. Burada da yuxarıda da uşaqlar x minus 1-in mötərizə kvadratı imiş. Üstə gəlsin 4. Deməli uşaqlar, mənim y0-ım nədir? 4 müsbət sonsuzluq. Ən kiçik ədəd daxil olan ən kiçik ədəd istəyir. 4-ün özü də daxildir deyə ən kiçik elə 4-ün özü olacaq. Y variantı. 78-ci suala baxırıq uşaqlar. Bu sualdır. 78-də nədir? Funksiyanın ən kiçik qiyməti 10 olarsa. Funksiyanın ən kiçik qiyməti 10 olarsa, o deməkdir ki, y0 10-dur. Yəni, uşaqlar, 4
AC çıxılsın B kvadratı bölünsün 4A 10'a bərabərdir. Verilənləri yerinə yazıram. 4 vurulsun A'mız 1'dir. C'mizi A verib. Çıxılsın B kvadratı 16 bölünsün 4 A'mızı da 1 verib. Bərabərdir 10'a. Buradan eləyəcək 4A bu tərəfdən yazım. 4A çıxılsın 16 bərabərdir 40'a. Buradan 4A bərabərdir 56'ya. A da bərabərdir 14'ə. Deməli cavab olacaq A-nı istəyirdi 14. Funksiyanın azalma aralığını istəyir. Uşaqlar, əgər A sıfırdan böyükdürsə, x0 müsbət sonsuzluqda funksiya artır. Amma bunun tərsi mənfi sonsuzluq x0'da funksiya azalır. İndi buradan x0'ı taparıq. Ya düsturla tapın. Mənfi B bölünsün 2A düsturu ilə. Yerinə qoyaram 6 bölünsün 2, yəni 3. Deməli mənfi sonsuzluq 3 aralığında bu azalacaq A variantı. Ya da uşaqlar müxtəsər vurma düsturuna gətirin. X kvadrat çıxılsın 6x üstə gəl 9 çıxılsın 4. İlk üçün mənə nə verir? X minus 3'ün mörtəzə kvadratını. Buradakı bax bu x0'ım nədir? Normalda x0 dedik ki verilənin əksidir. Yəni burada mənfi 3'dürsə biz onu 3 götürürük. Belə. 80 sualda yenə azalma aralığına daxil olan ən böyük tam ədəd istəyir. Yenə yuxarıdakı qayda keçərlidir. Yəni bu qaydanı unutmursunuz. Qırmızıladığım qaydanı. Azalma aralığını istəyirsə bizdən uşaqlar. X kvadrat çıxılsın 5x üstə gəlsin 10'da x0'ı taparıq. Mənfi B bölünsün 2A. Bu da eləyəcək mənfi müsbət 5 bölünsün 2, yəni 2/5. Deməli 2/5 müsbət sonsuzluqdur. Çünki A-sı 0'dan böyükdür. Bu aralıqda nə artır. Amma bizdən azalma aralığını istəyirsə nə olacaq? Tərsi mənfi sonsuzluq 2/5. Ən böyük qiymətini istəyir uşaqlar. Deməli mənfi sonsuzluqdan 2/5'ə kimi gəlir bu. Baxın buradan yazıram. Deməli mənfi sonsuzluqdan 2/5'ə kimi gəlir. Bu aralıqda ən böyük hansı ədədi götürə bilər? Təbii ki 2'ni götürə bilər. Cavab olacaq D variantı. 81-ci suala keçirik uşaqlar. 81-ci sualda nə deyir? Funksiyanın artma aralığını istəyir. Yenə bizdən x kvadrat çıxılsın 2x plus 1 plus 4 kimi yazaq. Bu da bizə verəcək x çıxılsın 1'in mörtəzə kvadratı üstə gəlsin 4. Artma aralığı hara olacaq uşaqlar? 1 müsbət sonsuzluq. Niyə? Çünki A-sı 0'dan böyükdür. A-sı 0'dan böyük olarsa x0, x0'ı biz 1 tapdıq. x0 müsbət sonsuzluq olurdu artma aralığımız. 82-ci suala baxırıq. Funksiyanın artma aralığını istəyir yenə. Burada da x kvadrat üstə gəlsin 12x. 2x üstə gəlinsin 36 üstə gəlsin 6 formasında yazıram. Bu da verəcək x plus 6'nın mörtəzə kvadratı üstə gəl 6. Buradan x0'ım nə oldu? Mənfi 6 oldu. Artma aralığını istəyirsə uşaqlar mənfi 6 müsbət sonsuzluqda funksiyamız nə edəcək? Artacaq. Eləyəcək A variantı. 83-cü sualda funksiyasının işarələrini istəyir. A 0'dan kiçikdir, üz aşağıdır deyə. Daha sonra uşaqlar y-ı müsbət istiqamətdə kəsirdiyi C 0'dan böyükdür. B-nin də işarəsini tapmaq üçün uşaqlar indi sizə bir düsturla göstərəcəm, sonra da asant yolunu deyəcəm. Deməli x0 bərabərdir mənfi B bölünsün 2A düsturundan istifadə edirəm. A-sı nədir? Mənfi. A mənfidirsə, bax məxrəc mənfidir. Sürətin özündə də mənfi var. İndi x0 bəs haradır? Bax x0 da mənfidir. İndi uşaqlar baxın mənfi bərabərdir. Bu iki mənfi gedir bir-birinə müsbətləşir B-yə. Deməli B-miz nədir? 0'dan kiçikdir. İndi uşaqlar bunu tapmaq üçün B-nin x0'ımız özü nədir? Bəs mənfidir elə. Əgər A-la x0 eyni işarədədirsə, yəni hər ikisi mənfidirsə və yaxud da hər ikisi də müsbətdirsə, bu zaman B mənfi olur. Amma A-la x0 əksi işarəlidirsə, biri müsbət, biri mənfi. O zaman B müsbət olur. Deməli, burada A-sı mənfi, B-si mənfi, C-si müsbət A variantı olacaq. İndi baxın 84 sualda bəyəxkəni tətbiq edək. Deməli, ağzı yuxarıdırsa A müsbətdir. Avtomatik A mənfi olan variantları çıxaq. Sonra C-si y oxunu müsbət yerdə kəsirdik, C də müsbətdir. C mənfi olanları çıxdıq. Geridə 2 variant qaldı. İndi B-nin işarəsini təyin etmək üçün uşaqlar baxın. A-sı müsbətdir. X0'a baxıram. X0 da müsbətdir. Elə deyil. Çünki niyə? X belə deyək də simmetri oxu. X-i müsbət yerdə kəsir. Eyni işarədirsə nə olurdu? B mənfi olurdu. Cavab D. Bizə indi baxırıq funksiyanın qrafikinə əsasən A plus
C çıxılsın B ifadəsinin qiymətini hesablayın deyir. X0 veribdi bizə 1. X0 1-dirsə uşaqlar, C-ni də veribdi bizə 2. Gəlin tapaq. X0 1-dirsə, yerinə qoyaraq, baxaq, Y0-ı tapa bilər. Y0 da bu arada 0-dır, çünki X oxun üzərində. Deməli, 0 bərabərdir 1A, 1-in kvadratı üstə gələnsin B vur 1, B üstə gələnsin C, C-ni də 2 verib. Deməli, buradan A üstə gələnsin B üstə gələnsin 2 bərabərdir nəyə uşaqlar? 0-a. Buradan A ilə B-nin cəmi nəyə bərabərdir? -2-yə. Bu 1 qalsın belə. İndi A da buradan nəyə bərabərdir? -2 çıxılsın B-yə. İndi gəlin uşaqlar nəyə tapaq? X0-ın düsturunu yazaq. X0 nəyə bərabərdir? -B bölünsün 2A-ya. X0 nə verib bizə? 1 verib. 1 bərabərdir. -B bölünsün 2A-ya. Çarpaz vurduqda uşaqlar nə olur? 2A bərabər olur -B-yə. Deməli, -B-ni yerinə gətirib burada 2A yaza bilərəm. A bərabərdir, ya da bu tərəfdə yazaram uşaqlar. B nəyə bərabərdir? -2A-ya. Bir yerini şeylədim də, yerlərini dəyişdirdim. Deyirəm, A üstə gəlsin, B-nin yerinə yazıram -2A bərabərdir -2-yə. Heç bu hissəni sıyıram, yuxarıdakından getdim. Bu deyəcək, -A bərabərdir -2, A da bərabərdir 2-yə. A-nı tapdım ki 2-dir, qıraqdan yazıram. A bərabərdir 2-yə, C-ni də 2 tapmışdım. Qalır B-ni tapmaq. Getirib burada yerinə qoyuram. B də bərabərdir -2 vurulsun 2, yəni bərabərdir -4-ə. B-miz də olacaq -4. İndi bizə deyir ki, A ilə C-ni cəminə 2-nin üstünə 2 gəl. Bundan çıx -4-ü. Bu da eləyəcək 4 üstə gəlsin 4, yəni neçə? 4-ün üstünə 4 gəldikdə də eləyəcək 8. A variantı. Baxın, 86-cı sualda yine o cür yazaq. Gəlin biraz yuxarını silim. Daha aydın yazım ki, hərəsi bir yerdən sizi çaşdırmasın. Deməli, uşaqlar, yazırıq. Öncəliklə baxaq. Bizə x kökləri verib. Baxın, x1-i 1 verib, x2-ni 5 verib. Bunun orta nöqtəsini özümüz tapa bilərik. Orta nöqtə nəyə deyilirdi? Eyni məsafədə olmalıdır da. 1 ilə 5-i cəmləyin, 6, yarısı 3. Demək ki, 0, 3-dür. Avtomatik tapdıq. Sonra keçirəm. C-si 5-dir. Gəlin, indi verilənləri yerinə qoyaq, yazaq. Dedik ki, bizim x0-ımız 3-dür. Deməli, x0 3-dür, amma y0-ı bilmirəm. Buna görə də nə edərəm uşaqlar? Ya y0-ı düsturuna yazıb taparım, ya da x0-ın düsturunu yazaram. x0 nəyə bərabərdir? -B bölünsün 2A-ya. x0-ı neçə tapdım? 3. 3 bərabərdir. -B bölünsün 2A-ya çarpaz vurduqda -B bərabərdir 6A-ya. B də bərabərdir -6A-ya. Aha, bura kimi gəldik. Davam edirik. İndi nə edərəm? Verilmiş kökləri 1 ilə 5 yerinə qoyub A ilə B-ni tapmağa çalışıram. Bir dəfə 1-i qoysam x-in yerinə. X-in yerinə 1 qoyanda olur A üstə gəlsin, B üstə gəlsin, C-mizdə 5 verib. 5 bərabərdir 0-a. Bir dəfə 5 qoyuram. 5-in kvadratı 25. 25A üstə gəlsin. 5B üstə gəlsin 5 bərabər 0-a. İkinci tənliyi 5-ə bölərəm. Birinci olduğu kimi qarı. İkincini 5-ə böləndə 5A üstə gəl, B üstə gəl 1 bərabər 0-a. Sonra yuxarıya doğru çıxaram. Baxın, birinci tənliklə bu tənliyi çıxaram. 5A-dan A çıxanda qalır 4A. B-dən B çıxanda 0. 1-dən 5 çıxanda -4 bərabərdir 0-a. 4A bərabərdir 4-ə, A da bərabərdir 1-ə. A-mız 1-dir. A 1-dirsə, C-mizi bilirik. B-mizdə var nə? -6. Gətirib yerinə qoyduqda -6-nı 1-ə vurduqda eləyəcək A -6. Deməli, B də -6-dır. Yox, verilənləri yazıram. 2 vurulsun 1, üstə gəlsin -6, üstə gəlsin 2 vur 5. Bu da eləyir 2 çıx 6 üstə gəl 10. 12 çıxılsın 6 eləyəcək 6 B variantı. 87-ci sualda bizə təpə nöqtənin 0, -2 olduğunu bildirir və şəkil əsasən F3 istəyir. Təpə nöqtəmiz uşaqlar 0, -2-dirsə və bir kökü də 2-dir. O zaman digər kök avtomatik -2 olacaq. Bu tənlik belə olacaq uşaqlar. X kvadratı çıxılsın 2. Y bərabərdir. Niyə?
Çünkü biz bildik ki y beraber idi. A vurulsun x minus x sıfırın kvadratı, pardon plus çıxılsın ya da üstə gəlsin y sıfır. Aha, yani burada çıxmaydı ortada. Deməli x çıxılsın x sıfır, üstə gəl y sıfır. X sıfırı bizə sıfır verib. A-nı da bilmirik neçə olduğunu. Aha. Deməli A-nın da 1 olduğunu özüm tapıram. Hardan? X sıfırın yerinə 0 qoyuram, y sıfırın yerinə də 2 qoyuram. Bərabər eləyirəm, ifadəni işləyirəm yəni. Eləyir. Deməli y bərabər olacaq. A vurulsun x kvadratı üstə gəlsin y sıfır yəni 2. O da mənfi 2 olduğu üçün çıxılsın 2 olur. Bu ifadə sıfıra nə zaman bərabər olar? Bərabər 0 yazacağıq. Daha doğrusu bərabər də 0 yazmaq üçün mütləq x1, x2 köklərin yerinə qoymalıyıq. A-nı yəni tapmalıyıq. Çünki bizim burada A-mız var, bilmirik nədir. O zaman nə edərəm? Bir dəfə deyərəm x-in yerinə 2 qoyaram, 0-a bərabərləyərəm. 2-nin kvadratı 4-a çıxsın, 2 bərabər 0-a. Bir dəfə də mənfi 2 qoysam yenə eyni şey olacağı üçün elə yazıram. 4-a bərabər olur, 2-a bərabər olur. O zaman 2-də 1-ə. Demək, A-nı tapdım, 2-də 1. Yazıram o zaman aşağıda. Y bərabərdir 2-də 1, x kvadratı çıx 2. Gətirib burada x kvadratın yerinə bizə deyir ki 3 qoy. Hesabla y bərabərdir 2-də 1 vur 3-ün kvadratı yəni 9 çıxılsın 2. 9-u 2-də 1-ə vurduq deyilir 4,5. 4,5-dən 2 çıxdıqda qalır 2,5. B variantı. 88-ci suala baxırıq uşaqlar. Nə deyir? Kvadratik funksiyada deyir o x oxunu 2, 0 nöqtəsində kəsir. Avtomatik uşaqlar. Bunun x sıfırı 2-dir. Y sıfırı isə 0-dır. S-si də 3-dür. Çünki sərbəstlərdə 3 verilib. Və şəklə əsasən deyir F4-ü tapın. Öncə tənliyi qurmalıyıq. Deməli, tənliyimiz nədir? Tənliyi qurmaq üçün bizə x0-ı verib. X0-ın düsturunu yazıram. Mənfi B bölünsün 2A. Verilənləri yerinə qoyuram. Deməli, 2 bərabərdir. Mənfi B bölünsün 2A-ya. B də bərabərdir mənfi 4A-ya. B'ni tapdıq. Sonra davam edirik. Y0-da 0 veribdir. Tənliyi yazsaq. Y bərabərdir. A vurulsun. X çıxılsın x0. Üstə gəlsin y0. Y0-ımız 0-dır. Avtomatik bu gedəcək. X0-ın yerinə də 2 qoyaram. Y bərabərdir. A vurulsun. X çıxılsın x0-ın da yerinə neçə qoyuram? 2 qoyuram. 2-nin kvadratı. Davam eləsək, burada A-nı tapmaq qalır. Bəs A-nı necə tapacam uşaqlar? Kökləri bilmirəm, amma 11-əm ki, x-a 0 verdikdə cavab 3 olur. Çünki özü verib ki, mənə x-a 0 versin, cavab 3 olacaq. Y 3 olacaq. Mən də x-in yerinə 0 qoyuram. 3 bərabərdir. A vurulsun. 0 çıxılsın 2-nin kvadratı. 3 bərabərdir. A-nı vururuq. Mənfi 2-nin kvadratı 4 eləyir. 4A. A da buradan bərabərdir 4-də 3. A-mız da 4-də 3-dür uşaqlar. A-mız 4-də 3-dürsə yerinə qoyuruq. Deməli, Y bərabərdir 4-də 3. X çıxılsın 2-nin kvadratı. Bizə deyir F4-ü tap. Yəni, x-in yerinə 4 qoy işdə. Y bərabərdir 4-də 3. Vurulsun 4 çıxılsın 2-nin kvadratı. Bu da eləyir 4-də 3. Vur 2-nin kvadratı yəni 4. 4-lər gedib cavab 3 qalacaq.